Muhammed, indi bax ikinci misalı başa salım da sənə. Bunun üstündə izah elədim, tənliklə də tapdım dedim. İkinci bir misalı başa salaq. Vuruq, 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 vuruq. Bunun hasilindən bunun hasili bərabərdir. Baxı nə baş verir? Burada birinci vuruqda, birinci vuruq 120-dir, düzdürmü? 120-də nə baş verir? Vuraq da, bu vurmadır. Birinci vuruq 2 dəfə azalıb, görürsənmi? 120-dən 60-a yenib. Yəni birinci vuruq 2 dəfə azaldı. Deməli, burada cavab azalacaq. Bu cavabla bu bərabərliyin tərəflərini eyniləşdirmək üçün, vuruqların cavabını, bu hasilin cavabını eyniləşdirmək üçün bu 2 dəfə azaldısa, cavab da 2 dəfə azalacaq. Onda biz bu vuruğu 2 dəfə artırmalıyıq. Bu vuruğu artıq birinci vuruğu 2 dəfə azaldığına görə ikinci vuruğu 2 dəfə artırırıq ki, tarazlıq pozulmasın. 120 2 dəfə azaldı, oldu 60. Onda biz bunu 2 dəfə artırmalıyıq ki, B-nin yerindəki ədədi tapaq. B-də 4-dür. Bax, yoxlayaq. 122-yə vursaq 240. 60-ı B-ni tapdıq ki, 4-dür. 4-ə vursaq 240. Bax, bu yenə deyirəm. Bu 4-ü hardan aldıq biz? Bax, görürsənmi? Birinci vuruğa bax, 120. Dönüb burada 60 olub. Nə baş veribdir? 120 2 dəfə, yəni birinci vuruq 2 dəfə azalıb. 2 dəfə azalanda hasil də azalacaqdır. Vuruq azalanda hasil də azalır. Hasil azalanda artıq bu tərəfin cavabından bu tərəfin cavabı eyni olmayacaqdır. Biz burada yazsaq 60 vuraq 2, bu gəlib 240 eləməyəcək axı. Çünki burada 2 dəfə azaltmışdıq. Onda biz bərabərliyi eyniləşdirmək üçün ikinci vuruğu 2 dəfə artırırıq. Artıq burada ikinci vuruq 2 olmur, 4 olur. 120 vuraq 2 əvəzinə, 60 vuraq 4. 120 azaldı, 60-a dönüşdü. 2 dəfə azaldığına görə. Onda 2-ni də 2 dəfə artırırıq, 4 olsun ki, hər iki, bərabərliyin hər iki tərəfinin nəticəsi eyni olsun. Bax, bu misal bizdən bunu istəyir. Amma bunu başqa vaxtda adi, bu da belə tənlik yolundan həll eləmək olar. İstəyirsən burada bir də həll eləyim. Bax, 120 vuraq 2 bərabərdir 60 vuraq B. Bu elədimi 240. Birinci buranı həll eləyə bilirik. Həll eləyirik. Bərabərdir 60 vuraq B. Buradan vuruq hasil. Vuruq hasil. Belə oxumuruq, belə oxuyuruq. Bu elə bil bu deməkdir də. Bax, bu ifadə bu deməkdir. Bunu bilirsən. 60 vuraq B bərabərdir 240 deməkdir. Həmin şeydir. Məsul vuruğu tapanda hasili məlum vuruğa bölürəm. Necə eləyirdik? 0 getdi, 0 getdi. 24-ü 6-ya böləndə 4. Gördün? B 4'dür. Mən buradakı B-nin haradaydı? Bax, buradakı B-ni tənliklə də, bu B-ni tənliklə də tapdım. Tənlikdə də yerinə qoyaq. 120 vur 2, 240. O da bərabərdir 60-ı 4-ə vursaq, bu da 240. Necə vururduq? 6 və 4-ün 24, 0-ı da atırdıq dalına. Bu da bu. Gələk sənin 6-cı məsələnə. Deyir ki, orada, bax, bu ədədi orta deyəcək, Məhəmməd. Orada səndən ədədi ortanı istəyir. Ədədi orta nədir? Verilən ədədləri toplayırıq, alınan cəmi ədədlərin sayına bölürük. Məsəl üçün, orada sənin məsələndə bunu deyir. Deyir, yarışçıların 8, 9, 11, 12 yaşları var. Orta yaş neçədir də o yarışda iştirak edən uşaqların. Bu zaman biz 8, üstə 9, üstə 11, üstə 12 bunu toplayırıq. Burada neçə ədəd var? 1, 2, 3, 4 ədəd var. Bölürük cəmini 4-ə. Vəssalam. Burada alınan ədəd olur bunların ədədi ortası. Yəni orta yaşları. Aydın oldu mu?